müdrik uzaq görən siyasi xadim, Azərbaycan adlı şah əsəri müəllifi, Heydər Əliyevin siyasi varisi, Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, Cənab İlham Əliyevin komandanlığı ilə müdrik rəhbərimizin şah əsəri olan Azərbaycan Respublikasının ərazi bütövlüyünün suverenliyinin təmin edilməsi uğrunda gedən döyüşlərdə döyüş tapşırıqlarını qəhrəmancasına yerinə yetirərək Azərbaycanın ərazi bütövlüyünün suverenliyi təmin edilməsi uğrunda ən yüksək zirvəni, şəhidlik zirvəsini fəth etmiş qəhrəman, igid, cəsur şəhidlərimizdən olan Azərbaycan Respublikasının milli qəhrəmanı adına layiq olan, eyni zamanda Vətən Müharibəsi qəhrəmanı adına layiq olan Xəyal qardaşımızın ev muzeyinə müdrik rəhbərimizin haqqında yazdığım kitabı hədiyyə edirəm. Şəhidimizin atası hörmətli İmam müəllimə sözlerinizlə təqdim edirəm. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Onun adını daşıyan balaca xəyalımıza Allah uzun ömür, can sağlığı versin. Həqiqətən bu cür tədbirlərin həyata keçirilməsi çox böyük əhval-ruhiyyənin formalaşdırılması, eyni zamanda şəhidlərimizin adının əbədiləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərin ən mühüm tərkib hissəsidir, davamıdır. Belə xoş əhval-ruhiyyənin yaradılması şəhid ailələrində və eyni zamanda şəhid ailələri birinə daxil olan üzvlərin, nümayəndələrin və digər şəxslərin bu istiqamətlərdə apardıqları təbliğat düşmənə qarşı Cənab Prezidentin qeyd etdiyi kimi dəmir yumruqla bərabər eyni zamanda mənəvi psixoloji yumruqdur ki, həqiqətən şəhid ailələrində, Azərbaycan xalqında çox böyük əhval-ruhiyyə vardır ki, həqiqətən bu cür qəhrəman igid oğullarımız, xəyal kimi qəhrəman oğullarımız, minlərlə cəsur döyüşçülərimiz, Azərbaycanın qəhrəman oğulları müasir dövrümüz üçün, Azərbaycanımızın gələcəyi üçün və eyni zamanda dünya Azərbaycanlılarının, tövhiddə Türk dünyasının, tərəqqipərvər bəşəriyyətin başına ucalıq gətirmişdir. Və ən əsası isə Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı Cənab İlham Əliyevin son 20 ildə müdrik rəhbərimiz Heydər Əliyevin siyasətinin davamı olaraq həyata keçirdiyi məqsədyönlü düşürülmüş daxili və xarici siyasətinin məntiqi nəticəsi olaraq hər bir Azərbaycan vətəndaşı və hər bir Azərbaycan vətəndaşının ailəsində formalaşdırılmış, inkişaf etmiş, vətənə məhəbbət ruhunda böyümüş xəyal kimi oğullarımız Azərbaycanımızın ərazi bütövlüyünü təmin etmişlər və eyni zamanda Azərbaycan Prezidentinin siyasətinə dəstək ifadə edərək Azərbaycan Prezidentinin uğurlu məqsədyönlü düşürülmüş daxili və xarici siyasətinin məntiqi nəticəsi olaraq onun qətiyyətli addımlarının, daxili və xarici siyasətinin və beynəlxalq aləmdə mövqeyinin yüksək səviyyədə olmasının, uğurlu siyasət həyata keçirməsinin, yəni müstəqil siyasət həyata keçirməsinin nəticəsidir ki, bu siyasətə son 20 ildə hər bir Azərbaycan vətəndaşı çox yüksək səviyyədə dəstək ifadə etmiş. Onun üçün məndən də İman qardaşımın ailəsi, ailə üzvləri elə bir qəhrəman igid oğlunu Azərbaycan Prezidentinin siyasətinə dəstək olaraq onun komandanlığı ilə döyüşməkdən qürur keçirərək Azərbaycanımızın ərazi bütövlüyünün sülhün təmin edilməsi üçün vətən yolunda qurban vermişdir. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Allah qazilərimizə, əskərlərimizə, ordumuza can sağlığı versin. Allah bütün şəhid ailələrinə uzun ömür can sağlığı versin. Balaca xəyalımıza Allah 100 ömür versin. O gün olsun ki, onun böyük toyuna yığışasınız. Hər birimizin sevincidir. Bax, bu cür tədbirlərin keçirilməsi, yığıncaqların keçirilməsi, şəhid tədbirlərin keçirilməsi hər bir insanda çox böyük xoş əhval-ruhiyyə yaradır. Yəni, düşmənə sarsıcı zərbədir. Düşmən üzərində qələbə əldə eləmişik. Ancaq düşmən
bizim bu cür qəmli, qüssəli tədbirlərimizdə ruh halı ki, nə olsun ki, Azərbaycan xalqı, Azərbaycan Respublikası öz ərazi bütövlükünü təmin edib, ancaq biz onlara qarşı bu cür mənəvi zərbə vurmuşuq, onları ağlayarak vurmuşuq. Ancaq biz bu tədbirlər, bu cür işlər onu təsdiq edir ki, həqiqətən hər bir Azərbaycanlı düşmənə qarşı çox böyük sarsıcı, mənəvi psixoloji zərbə indirir. Yəni, mənəvi psixoloji yumruq həmişə düşmənin başı üzərindədir. Və bugün də onun təsdiqidir, sübutudur. Çox sağ olun, hörmətli İmam müəllim, sizə dərin təşəkkürümüzü və minnətdarımızı bildiririk. Hesab edirəm ki, Xəyalın Azərbaycan xalqı qarşısında, Azərbaycan Respublikası qarşısında xidmətləri dövlət başçımız tərəfindən, Azərbaycan xalqı tərəfindən yüksək səviyyədə qiymətləndirilərək, ona da daha böyük fəxri adlar, Azərbaycanın milli qəhrəmanı, Vətən müharibəsi qəhrəmanı adı veriləcəkdir. Və mən buna əmirəm və buna əsaslı faktlar da vardır. Və eyni zamanda hər bir Azərbaycanın qəhrəman oğlu, canlı vətən yoluna qurban vermiş şəhidlərimizin hər biri Azərbaycanın milli qəhrəmanıdır. Onları vətənin müdafiəsi yönətmiş, vətənpərvər orada böyütmüş ataların, anaların hər bir Azərbaycanın milli qəhrəmanıdır, vətən müharibəsi qəhrəmanıdır. Tüm cəmi şəhid ailələrinə Allah bir daha can sağlığı, uzun ömür versin. Çox sağ olun. Allah sizləri də var eləsin, əxlaqınız var olsun. Devletimize, prezidentimize var olsun, sağ olsun. Allah sizlerden razı olsun. Cənab Prezident həmişə şəhid ailələrimə, şəhidlərimizə, qazilərimizə həmişə çox böyük diqqətlə yanaşır, qayğılı yanaşır və bildirir ki, bizim əldə etdiyimiz bu böyük qələbəyə görə biz şəhidlərimizə borçluyuq. Onları qəhrəman böyüdən şəhid ailələrinə borçluyuq. Şəhidlərimizə, şəhid ailələrimizə diqqət və qayğı göstərmək hər bir vətəndaşın müqəddəs borcudur, hər bir dövlət məmurunun borcudur. Aman aman, lütfen lütfen. Ben istəyirəm əslində. Mən bildiyim qədərindən Xəyal Elmarın komandiri olur. Elmar Xəyalın əsgəri olubdur. Mən də belə. Xocavəndə qədər eyni istiqamətdə döyüşüblər, döyüş yolları eyni olubdur. Xəyalın şəhidliyindən sonra onlarda bir ruh yüksəkliyi yaranıb ki, Xəyalın qanını almaq lazımdır. Mən bunu sadəcə onlarla bir yerdə olan əskərlərdən, büyücü gündə hərbi xidmətdədir, uşaqlar vətən keşiyindədir, onların danışığından düzdür. Tam danışmayıblar, amma oradan buradan söhbət edəndə başa düşmək olur ki, yəni Xəyalın qanını almaq lazımdır. Onların belə bir əqidəsi olubdur. Xəyal Xocavənddə şəhid olub. Hadrutda şəhid olub. Hadrut döyüşündən sonra bunlar irəli gediblər. Mən o söhbəti eşidəndə həm qürur duydum. Yəni oğlum, belə bir qəhrəman oğlum əskər olub. Ondan nümunə götürübdür. Çünki Elmar əskər idi. 2 ayın əskər idi. Həm də çox təəssüfləndim ki, belə oğullar şəhid oldu. Onlar vətən üçün daha çox iş görə bilərdilər. Onlar tarix yazdı hər biri. Daha çox iş görə bilərdilər. Allah mənfur erməninin cəzasını versin. Yəni onlar bizim balalarımızı, mən deməzdim qırdı. Onlar bizim balalarımız onlara elə bir zərbə vurdu ki, tarixlər boyu, yüzilliklər boyu vurulmayan zərbəni bizim evlatlarımız Ali Baş Komandanın rəhbəri nəticəsində yürüdülmüş Heydər Əliyev siyasətinin nəticəsində biz torpaqlarımız azad oldu və bu azadlıqda bizim balalarımızın böyük payı var. Bizim şəhidlərimizin böyük payı var. Şükür bugünkü günə. Yüzlərlə, minlərlə xəyallarımız doğulacaq, böyüyəcək. Yüzlərlə, minlərlə elmarlar həyata gələcək. Onların adını yaşadacaq və onların cəngavərliyindən, onların qoçaqlığından, onların vətənpərvərliyindən onlar dərs götürəcək. Körpələr dərs götürəcək və bundan da biz fəxr eləməliyik.
Mən fəxr edirəm ki, bugünkü gündə xəyalın adını yaşadan oğullar var. Yaşayıb, doğulublar, böyüyəcəklər. Fəxr edirəm ki, Elmarın adını yaşadan oğullar var. Düz doğmam olmasa da başqa evlərdə Elmarlar böyüyür. Elmarın məzarını ziyarət edib, ruhundan icazə alıb, evladının adına Elmarın adını qoyan oğullar var. Allah canlarını sağ eləsin. Onun hamısı bizim evladlarımızdır. Şəxsən mən onu bir ana kimi bağrıma sıxanda elə bilirəm ki, Elmarımı bağrıma sıxıram. Xəyalımı bayaqdan qucağımdadır. Çox sevinirəm. Çox sevinirəm ki, bu ocaqda ikinci bir xəyal böyüyəcək. Allah Atiyami'yi sevindirsin. Amin inşallah. Biz kədərlənməli deyilik. İman qardaş, biz fəxr eləməliyik. Fəxr eləməliyik ki, tariximizin qan yaddaşını evlatlarımız təmizlədi. Orada bizim balalarımızın əməyi var. Biz sevinməliyik, fəxr eləməliyik ki, bizim 200 illik tariximizə düşən ləkənin təmizlənməsinə evlatlarımız yol açdı. Bu elə belə işlər deyil. Bu Azərbaycanın tarixində hələ belə tarix yazılan olub. Əsr dövründə. Dünən mən qoy burasında çıxım, 7-ci sinifin tarix dərsindəydim. Siz inanırsınız ki, bir anlıq xəyallarım hara getdi. Bizim torpaqlarımız azaddır. Bugün Turan birliyi yaranmaq üçün, Turan birliyi, Turan devləti yaratmaq üçün dünya müsəlmanları ayağa qalxır. Bu, bizim nəsil kökümüzdən, soyumuzdan gələn şeylərdir. Bugün bizim evlatlarımız ulu babalarımızın qoyduğu o irsi davam elətdirdilər. Yatmış ruhları oyatdılar ki, bəli, biz Turan devlətini yaradıq, Turan birliyini yaradıq. Biz bu ərazi bütövlüyümüzü, Azərbaycanın ərazi bütövlüyünü, böyük Azərbaycanın bütün dünyaya sübut eləməliyik ki, bizim devlətimiz bu olub, bizim torpaqlarımız azad olub. Subut elədilər. Bəli, sübut da elədilər, çox şükür Allaha. Hər yerdə də balalarımızın ayaq izləri var, əl izləri var, hər yerdə də onların adı şərəflidir. Hər şeydən ruh düşkünlüyü yaratmaq lazım deyil. Ağsaqqal dediyi kimi, mən çıxışlarına qulaq asıram, orada çox məntiqli, dolğun məntiqli, başa düşüləcək qədər məntiqli sözlər var. Bəli, bizim evlatlarımız dünya miqyasında Azərbaycan xalqının varlığını dünya miqyasında sübut elədilər ki, bizim oğullarımızın çörəyi yerə gəlməz. Namusumuzu, qeyrətimizi yerə qoydular. Müvəqqəti zəbt, müvəqqəti işğal sona çatmalıdır. Ailələrin, biz ata-anaların əzmi sahəsində biz Azərbaycanın bütövlüyünə nail olmuşuq. Allah'ın izniyle.